Kur'an qədər müfəssəl yazılmış bir kitab yoxdur. Kur'an'ın bir adam tərəfindən yazılması qeyri-mümkündür. Mən təsəvvür eləmirəm elə bir adam olsun, o dərəcədə biliyə nail olsun. Dersən ki, bunun məsəl üçün Musa Peyğəmbər yazıb, nə bilim mən, İsa Peyğəmbər yazıb. O yüzden semavi kitap değil. Bu bir adamın beyninin məhsulu deyil. Bu semavi kitabdır. Amma bu kitab elə yazılıb ki, amma tərcüməsinə gərək düzgün baxılsın o. Tip sahəsində. Mesela tip sahəsində siz Kur'an'da özünüz için ne tapmasınız? O qədər şeylər. Kur'an mənim üçün çox mükəmməl bir kitabdır o. Kur'an insanı ağıllandıran, insanı bilirsən dünya görüşünü artıran və insana münasibət, insanı insan edən Kur'an. Kur'an'ı Azərbaycan dilinə tərcümə ediblər. Siz alın ona bir neçə dəfə qulaq asın, xahiş edirəm insanlar. Siz onda əsl insan olacaqsınız. And olsun Allah, ən gözəl insan olacaqsınız. Ama çok əla fikir diye təsəvvür edin ki, bir grup yaradılır, həkimlər və sırf Kur'an'ın tibbi məsələni onlar tərcümə edir. Çox maraqlı. Gör nələr tapa bilərdik. Çox şey. Əlif, ləm, ra. Bu müdrik, hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir kitabdır.